Məsələ 4. Tənliyi həll edin. Mötərizə x kvadrat çıxaq x çıxaq 1'in kvadratı bərabərdir x kub üstə gəl 5. X kvadrat çıxaq x çıxaq 1'in kvadratı bərabərdir x kub üstə gəl 5. Və bu tənliyi açsaq, kvadratı açsaq, texniki çətinliklə 4-cü dərəcəli tənliyi alırlar. Onun rasional kökünün araşdırılması qismən mürəkkəb məsələ olduğundan sadə bir üsulla baxaq. Yazıram x kvadrat çıxaq x çıxaq 1'in kvadratı bərabərdir. X kub 5'in yerinə yazıram 1 üstə gəl 4. Buradan alıram x kvadrat çıxaq x çıxaq 1'in kvadratı bərabər 4'ü keçirdirəm sol tərəfə 2'nin kvadratı yazıram. 4'ü keçirdik sol tərəfə və sağ tərəfdə x kub üstə gəl 1'in kubu yazırıq 1'in yerinə. Buradan alırıq və sol tərəfə a kvadrat minus b kvadrat düsturunu tətbiq eləyirəm. Olur x kvadrat çıxaq x çıxaq 1 çıxaq 2 x kvadrat çıxaq x çıxaq 1 üstə gəl 2. Sol tərəfə a kub üstə gəl b kub düsturunu tətbiq eləyirəm. Olacaq x üstə gəl 1 x kvadrat çıxaq x üstə gəl 1. Buradan alıram. Ortaq vuruğumuz var. Sadələşdirəndən sonra görək. Burada alındı x kvadrat çıxaq x çıxaq 3 x kvadrat çıxaq x üstə gəl 1 bərabərdir x üstə gəl 1 vuraq x kvadrat çıxaq x üstə gəl 1. Buradan alırıq. Gördüyünüz kimi bu ifadələr eynidir. Ortaq vuruq kimi çıxardırıq. Bir tərəfə keçirib alırıq. Olacaq x kvadrat üstə gəl x çıxaq x üstə gəl 1 vuraq x kvadrat çıxaq x çıxaq 3 çıxaq x çıxaq 1 bərabərdir 0'a. Buradan aldıq. Alırıq ki x kvadrat çıxaq x üstə gəl 1 vuraq x kvadrat çıxaq 2x çıxaq 4 bərabərdir 0'a. X kvadrat çıxaq x üstə gəl 1 bərabərdir 0. Hər iki vuruq 0'a bərabərlik. Burada x diskriminant kiçikdir 0 olur. Ona görə də x bərabərdir boş çoxluq. X kvadrat çıxaq 2x çıxaq 4 bərabərdir 0'ı çevrilmiş kvadrat tənliyin. İkinci əmsalı cüt olduğundan yazıram x1 2 bərabərdir 1 üstə gəl çıx 1 üstə gəl 4 bərabərdir 1 üstə gəl çıx kök altında 5. Beləliklə verilən tənliyin kökləri x1 bərabərdir 1 çıxaq kökdə 5'ə, x2 bərabərdir 1 üstə gəl kök altında 5